Minsk qrupunun fəaliyyətsizliyi hər kəsə məlumdur. Siyasi şərhçilər deyirlər ki, bu fəaliyyətsizliyin səbəblərindən biri ATƏT-in Minsk qrupunu idarə edən qərb dövlətləridir. Həmin ölkələrdə təşkilatların qarşıya qoyduğu ümumi məsələlər və məqsədlərdən daha çox öz ümummilli maraqlarını və geosiyasi ambisiyalarını həyata keçirirlər. Amerika Birləşmiş Ştatları, Rusiya, Fransa birlikdə bir-birlərinə qarşı mübarizə aparırlar. Bu dövlətlərin Cənubi Qafqazda ortaq məxrəcə gələrək hər hansısa bir problemi həll etmələri olduqca reallıqdan kənardır. ATƏT-in Minsk qrupunun ləğv edilməsi hələ ki məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində qalmaqdadır. Bəzi xarici mərkəzlər hələ də prosesi uzatmaq, Minsk qrupunun ləğv etməmək barədə müəyyən qədər siyasət həyata keçirirlər. Amma Azərbaycan mövqeyi güclüdür, prinsipialdır. Artıq Ermənistanla Azərbaycan arasında iki tərəfli danışıqlar gedir. Sentyabrın 27-sində başlayan və noyabrın 10-da Azərbaycanın qələbəsi ilə nəticələnən Vətən müharibəsi həm də bu qətnamələrin icrasını təmin etdi. İstər aktiv döyüşlər zamanı, istərsə də üç tərəfli bəyanatın imzalanmasından sonra Fransa parlamenti ermənipərəst mövqedən çıxış etməyə, hətta separatçı rejimi tanımaq kimi cəhdlərə də əl atdı. Bu qəbul olunmazdı və Minsk qrupunun həmsədri kimi Fransadan ən azından neytral mövqe tutmağı gözlənilirdi. Bu baxımdan ATƏT-in Minsk qrupunun fəaliyyəti gərəksiz hesab edilir. Bu siyasi institutun fəaliyyəti nəticəsində heç bir qarış torpağımız azad edilmədi. BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi implementasiya olunmadı və hazırki reallıqlarda Minsk qrupuna heç bir əsas yoxdur. Həmsədr dövlətlər burada nə cür reaksiya verəcəklər? Hesab edirəm ki, Bakı və İrəvanın ATƏT-in katibliyinə ünvanlayacağı müraciət dövlətlərin siyasi iradəsini nümayiş etdirir. Həqiqət budur ki, indiki şəraitdə Azərbaycanın ATƏT-in Minsk qrupuna ehtiyacı yoxdur. Çünki Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Sonraki mərhələ isə sülhdür.